Salam əziz həmkarlar. Dərsimizin geri qalan hissəsinin izahına baxırıq. Deyir 4 ədəd pentapeptidin sintezi zamanı neçə mol su ayrılar? Penta 5 deməkdir. Siz də bilirsiniz ki, sintez zamanı su M-1 düsturu ilə hesablanır. 5-dən çıxırsınız 1-in, qalır 4 mol su. Bu 1 ədəddir. Amma sizdən 4 ədəd soruşur. 4-ü də vurursunuz 4-ə, tapırsınız ki, 16 mol su ayrılır. 20 amin turşudan ibarət olan zülalın tərkibində peptid rabitələrdən neçəsi 2 amin turşusunun iştirakı ilə əmələ gəlir? Baxın, ümumilikcə, məsələn, buradan bir 10 dənəsini çəkək. A, B, C, D, tutalım Y. Bu 2 rabitə bilirsiniz nə deməkdir? Yəni, sizdən soruşmur, neçə 2 peptid rabitə əmələ gəlib? Deyir, peptiddən neçəsi 2 amin turşusunun iştirakı ilə. Məsələn, bax, birincidə bu ikisi, görürsünüzmü, 2 amin turşunun iştirakı ilə əmələ gəlir, A ilə B-nin. Sonra bu ortadakı B ilə C-dən əmələ gəlir. Bu D, məsələn, C ilə D-dən əmələ gəlir. Bu D ilə B-dən əmələ gəlir. Yəni, ona görə də burada M-1 düsturundan istifadə olunur. 20-dir, deməli, 19 dənəsi 2 amin turşusunun iştirakı ilə əmələ gəlir. Bir amin turşusunun zinciri, bu qeyddir, onu yadınızda saxlayın. Bir amin turşusu zəncirinə birləşməsi 5-dən 1 və ya 6-dan 1 saniyə vaxt sərf olunur. Bunu özünüz bilirsiniz. 5-dən 1 saniyə nə vaxt olur, 6-dan 1 saniyə nə vaxt olur. Baxın, bir amin turşusu zəncirə 5-də 1, yəni məsələn, bir amin turşum ya 5-də 1 saniyə birləşdi, ya da 5 amin turşum 1 saniyə birləşdi. İkisi də eyni söz deməkdir. 5 amin turşusu zəncirə 1 saniyə birləşir. Bunu nə vaxt götürürsünüz? Maksimum zamanda. Məsələn, rəqəmi 5-ə bölsən çox düşər, yoxsa 6-ya bölsən, əlbəttə ki, 5-ə bölsən çox düşəcək. Deməli, maksimum zamanda, minimum sürətdə. 5 addım atmaqla evə tez çatarsan, 6 addım atmaqla, əlbəttə ki, 6. Deməli, 5 azdır. Minimum sürətlə və minimum amin turşusu 5 çoxdur, yoxsa 6, əlbəttə ki, 5. Maksimum zaman, minimum sürət, minimum amin turşusu deyirsə, bu zaman 5-dən 1 saniyə ilə yazırıq. Məsələn, bizə məsələ verib. Orta kütləsi 22.000 olan zülalın sintezinə maksimum neçə saniyə vaxt sərf olunur? Bir zülalın birləşmədə, yəni bir amin turşusunun kütləsi birləşmədə 110-dur. Sən də 22.000-i böləcəksən 110-a, tapacaqsan amin turşusunun sayını. 200 dənə amin turşusu tapırsan burada. Və maksimum neçə saniyə deyir. Bilirsən ki, və ya bir amin turşum 5-dən 1 saniyə birləşirsə, 200 amin turşum neçə saniyə birləşəcək? 2. Bu formada da yaza bilərsən. Və ya 5 amin turşum 1 saniyə birləşirsə, 200 amin turşum neçə saniyə birləşəcək? 2. Bu formada da yazıb cavabı tapa bilərsən. Və ya bir amin turşusu zəncirə 6-da 1 saniyə və ya 6 amin turşusu 1 saniyə birləşir. Yəni, 1 amin turşum 6-da 1 saniyədə birləşə bilər. 6 amin turşum 1 saniyədə, ikisi də eyni deməkdir. Bunu nə vaxt götürürük? Bunu minimum zamanda. Minimum zaman rəqəmi, məsələn, tutalım 60 rəqəmi götürürəm. 66-ya böləndə eləyir 10. 5-ə böləyəndə eləyir 12. Az hansıdır 10. Deməli, minimum zamanda maksimum, yəni amin turşu deyəndə 6 çoxdur 5, əlbəttə ki 6. Maksimum amin turşuda, bir də maksimum sürətdə. 6 addımdan geçsəm daha tez çataram. Bu zaman mən 6-da 1-dən və ya 6 amin turşusu 1 saniyə birləşir düsturundan istifadə edəcəm. Məsələn, məsələnin şərtində deyir ki,